Zertolin tableti nədir və hansı hallarda istifadə olunur? Tərkibinə gəldikdə bir tabletin tərkibində 500 mq levosistein vardır. Farmakoterapevtik qrupuna gəldikdə dermatoloji müalicə üçün amin turşulara aiddir. İstifadəsinə dair göstərişlərə gəldikdə, zertolinin tərkibi olan levosistein kükürt tərkibli alifatik amin turşudur. Bu da sızanaqların, atrofik dermatitlərin və psoriazın müalicəsində istifadə olunur. Əks göstərişlərinə gəldikdə, levosisteinə qarşı yüksək həssaslıq, yəni allergik reaksiyalar olduqda, böyrək daşı ilə sistenuriyadan əziyyət çəkən şəxslər, yəni sidik yollarında daşların əmələ gəlməsi ilə xarakterizə olunan irsi xəstəlikdən əziyyət çəkən şəxslərdə istifadəsi əks göstərişdir. Xüsusi göstərişlər və ehtiyat tədbirlərinə gəldikdə isə zertolinin tərkibində laktoza var. Belə hallarda tableti qəbul etməzdən əvvəl həkim ilə məsləhətləşmək tövsiyə olunur. Hamiləlik və laktasiya dövründə istifadəsinə gəldikdə isə, əgər hamiləlik varsa və yaxud da körpə ana südü ilə qidalandırılırsa və ya uşaq sahibi olmaq planlaşdırılırsa, dərmanı qəbul etməzdən əvvəl mütləq həkim ilə məsləhətləşmək lazımdır. İstifadə qaydası və dozasına gəldikdə, tövsiyə olunan müalicə kursu 2 və ya 3 ay təşkil edir. Gün ərzində 2 və ya 4 tablet qəbul etmək olar. Tabletləri bütöv şəkildə və yaxud da sındırılmış halda bol maye ilə yemək zamanı daxilə qəbul etmək lazımdır. Həm YouTube, həm TikTok, həm də Instagram kanalıma abunə olub, videolarımı bəyənib paylaşmaqla mənim kanallarıma dəstək ola bilərsiniz. Video maarifləndirmək məqsədi ilə hazırlanmışdır. Reklam xarakteri daşımır. Videonu hazırladı Haşim Orucov.